Mən təəssüf edirəm ki, o idman müəllimləri çıxır televizora, deyirlər bunların heç bir ziyanı yoxdur və bunları açıq-aşkar təbliğatını aparırlar və bunların da qarşısına çıxıb bunlar bir söz deyəndə yoxdur. Biz hər gün 1 kilo limon yesək, yaxud da ki, hər gün 1 kilo apelsin yesək, 2 kilo apelsin yesək, bizdə C vitaminin yüksəkliyi əmələ gəlmir. Çünki bizim bədənimiz bizə lazım olan qədər oradan götürür, artığını götürmür. Amma biz hər gün C vitamini dozasından məsələn 5 dəfə tutalım ki, hər gün bir 5 tabletka C vitamini tabletka olaraq içirik. Və yaxud da iynəsini vururuq, C vitamini iynəsini vururuq. Bir müddətdən sonra bizdə beyin xəstəliyinə gələcək. Niyə? Çünki o sintez olunmuş vitamindir. Bizim bədənimiz bizə istəsə də, istəməsə də, o gedir hüceyrənin içinə girir, onu qidalandırır. Bax, həmin o zülal məsələsi də budur. Sizin istifadə edəcəyiniz o, məsələn, eləmək istədiyiniz daha doğrusu, həmin o protein sintez olunmuş proteindir. Yəni, siz onu yeyən kimi, o gəlir, girir hüceyrənin içinə, hüceyrəni fantastik dərəcədə qidalandırır, özünüzdə bir gümrahlıq hiss edirsiniz, enerji hiss edirsiniz və əzələniz də nə edir? Başlayır şişməyə. Bu sizin metabolizmamızı pozur. Bir müddətdən sonra sizə ömrünüz boyunu istifadə edəməyəsiniz ki. Bir müddətdən sonra artıq siz onu saxlayanda iştahdan düşürsünüz, sürətli şəkildə çəki ötürürsünüz, cinsi zəifliyə əmələ gəlir. Çünki bu metabolizman pozulub. Ona görə də siz təbii qidalara həmişə üstünlük verin və təbii qidalardan istifadə eləyə də idmanınızı eləyin. Nə əzələ yığdığınızda bəsiniz. Yəni ondan oyunu artıq yığmaq istəyirsinizsə, üstünlüyə gedib bədəninizi üstünə qoyarsınız. Bədəniniz tam olaraq hər şeydən düşəcək. Mənə o qədər o xəstələr gəlir. Onlardan istifadə edirlər, sonra kreatindən istifadə edirlər. Yəni bunlar çoxdur. Mən təəssüf edirəm ki, o idman müəllimləri çıxır televizora, deyirlər bunların heç bir ziyanı yoxdur və bunları açıq-aşkar təbliğatını aparırlar və bunların da qarşısına çıxıb bunlar bir söz deyəndə yoxdur. Bəlkə də heç cəmaatın çoxusu bunu bilmir. Bunlar da açıq təbliğatını aparırlar və cavanlarımızda bax beləcə cavan uşaqlarımızı yeniyetmələrini yaman günə qoyurlar.